Sualda soruşur ki, bir insan deyil, məscid əhlidir, yəni məscidə gəlib gedir, çalışır cəmaət namazına gəlib getsin. Sadəcə hərdən valideynləri onu evə çağırır və bilir ki, getsə evə məğrib işaya gələ bilməyəcək məscidə artıq. Bu halda nə seçim etsin? Qalsın, yəni məscidə məğrib işə... Bir dənə də sual ver tezdən. Deyir, məscidə gəlib gedir, cəmaət namazına ona gəlmək istəyir. Hərdən elə olur ki, valideyni evə çağırır bunu. Məsələn, deyir, gəl işin var sənə. Bu da bilir ki, getsə artıq məğrib işaya gələ bilməyəcək cəmaata. Bu halda seçimi necə etsin? Məscidə yaxın yaşayır. Xeyr. Yəni azanı eşitmir də, yəni vacib deyil onun üçün məscidə gəlmək. Onda getsin. Getsin. Valideynə itaət eləsin. Bəli, hə. Yaxın olsa dəyişir. Hə? Yaxın olsa baxsın vəziyyətə. Yəni elə iş ola bilər ki, getməlidir. Aydındır, elə bir şey ola bilər ki, vacib bir şey getmir. Valideynin sözü. Yox, aydındır. Yəni valideynin elə bir işi ola bilər ki, mütləq getməlidir. Onda getsin. Orada artıq baxır vəziyyətə. Və ya gedər namazını qılar, namazdan sonra gedər. Amma hətta məsələn məğribi qılıb qayıtsa və orada işinə görə şey gələ bilməsə, eyb etməz. Qardaş var, valideyn ona halallıq vermir, məscidə getməyə. Bu da qardaş gəlib gedir, altı belə, ortalıqdır, deyir, mən neyim? Əslində, orada halallıq şeyi keçmir. Yəni, belə deyil də, o halallıq vermək məsələsi, məsələn, valideyn desin ki, mən sənə halallıq vermirəm Quran oxumağa. Bu, sənin əlində deyil axı, halallıq, haramlıq vermək, aydındır. Hə. O əslində keçmir. Və lakin bayaq dediyim məsələdə o şeylərdə biraz valideyn nəzərə alsın, çox belə gözə girməsin də, yəni özünü məscidə gedən kimi göstərməsin, gedəndə də elə eləsin ki, xəbərləri olmasın. İndi ola bilsin, müəyyən səbəblərə görə elə eləyir. Və lakin o başa düşsün ki, əgər məscidə getsə, o halallıq, haramlıq söhbəti keçmir burada. Yəni valideyn haqqı zat o şeylər keçmir. Aydındır. Çünki valideyn deyə bilər ki, mən halallıq vermirəm, sən cüməyə gedəsən. Girmir axı, bu cüməyə getməlidir. Və lakin cüməyə hətta getsə belə, baxma ki, fərzdir, hətta cüməyə getsə belə bunu anasına, atasına yəni, nümayiş elətdirməsin ki, mən cüməyə gedirəm. Acıq vermək. Hə, acıq vermək kimi və s. Mən Allahın əmrini yerinə yetirirəm. Sənin əmrini dinləmədim. Quran da deyir ki, Allahın əmrini yerinə yetir, ana-ataya itaət eləmə, asiliklərdə və s. Belə lazım deyil. Bu, nə hikmətdəndir, nə dəvətdəndir, nə əxlaqdandır. İxlasla.com saytı tərəfindən təqdim olundu.